Bismillahirrahmanirrahim. Bu dərsimizdə biz ərəb əlifbası dərslərini tam şəkildə bir dərs halında keçəcəyik. Bundan öncə hissəsi keçmişdik. O dərsdə iştirak edən tələbələrimiz təkrar olsun deyə onu da izləyə bilərlər. Ərəb əlifbasında 28 hərf var. Latın əlifbasından fərqli olaraq, Azərbaycan dilindən fərqli olaraq sağdan sola yazılır. Və hərflərin yazılışı ilə yanaşı tələffüzündə də ad eyni görsənsə də bəzən tələffüzlərində də fərqliliklər olur. Dərsimizdə bacardıq qədər praktik olmağa çalışacağıq və ehtiyac olmadıqca nəzəri bilgilərə toxunmayacağıq. Hərflərlə yanaşı söz yaza bilmək üçün bəzi qaydaları da keçəcəyik və bacardıq qədər dərslərimizdə praktik olmağa çalışacağıq ki, öyrəndiyimiz şeyləri tətbiq edək və daha faydalı bir üslubda dərs keçək. Bismillah. İlk hərfimiz əlifdir. Əlif. Daha sonraki 3 hərfimiz isə eyni işarədən düzəlir. Bəzən olur ki, ərəb əlifbası bu üslubda keçirilir. İlk öncə hərflər əzbərlətdirilir. Əlif, bə, tə, sə, cim, hə, xa. Bu effektiv metod deyil. Bunu şeir kimi əzbərləməyin yazı yazarkən, oxuyarkən çox da faydası olmur. Biz hərfləri görməli, tanımalı, işlətməyi bacarmalı və fərqləndirməyi bilməliyik. Gördüyümüz bu eyni işarədən 3 hərf düzəldək. Əgər aşağısına bir nöqtə qoyarıqsa, bu B hərfi, yəni bu hərfi 2 nöqtə qoyarıqsa T, 3 nöqtədə isə F deyə tələffüz olunacaq. Birinci hərfimiz isə əlifdir. Əlif. F hərfinin tələffüzü Azərbaycan dilindəkindən fərqlidir. Dilin ucu ön kəsici dişlərin altına toxundurularaq tələffüz olunur. F, F. Üzərinə xüsusi bir işarə də yazdım ki, fərqli olduğu, pərtək olduğu xatırlansın. Bildirdiyim kimi keçdiyimiz hərfləri tətbiq etməliyik ki, artıq faydalı olsun. Yəni biz dil öyrəniriksə ilk dərsdən, ilk dəqiqələrdən cümlə qurmağa başlamalıyıq. Yazı oxu öyrəniriksə ilk dərsdən yazıb oxumağa başlamalıyıq. Öyrəndiyimiz hərflər qədərilə. Və ərəb əlifbasında hərflər söz tərkibində dəyişir. Bu gördüyünüz hərflərin əslində son hissələri quyruq hissələridir və söz tərkibində bunlar düşür. Və hər hərf üçün 3 forma əzbərləməyəcəyik. Ümumi bir qayda var, onu əzbərləyib hərflərə tətbiq edəcəyik. Qaydamız nədir? Yadda saxlayın, ara sıra təkrar edəcəm. Söz tərkibində hərflərin son hissələri düşür və ehtiyac olan tərəflərə birləşmə qoyulur. Yazaraq göstərim. B hərfinin son hissəsi düşdü. Ehtiyac olan tərəfə əvvəldəsə özündən sonra ehtiyac duyur. Birləşmə yazıldı və nöqtə də düz xəttin altına gəldi. B hərfi əvvəldə. Qaydamızı ortaya tətbiq edək. Söz tərkibində hərflərin son hissələri düşdü, ehtiyac olan tərəfə birləşmə yazılır. Ortadadsa əgər iki tərəflərdə birləşməyə ehtiyac duyur, sadəcə biz bunu söz yazarkən sağdan yaza gəlirik. Hərfi yazıb daha sonra geri qayıdıb birləşməni yazmayacaq. Biz sağdan gəlirik. Onun üçün də B hərfi ortada bu cür olacaq. Sağdan birləşmədən başlayırıq. Son forma. Son forma üçün isə belə bir qayda əzbərləyək. Sonda bütün hərflər olduğu kimi qalır. Sadəcə özündən əvvələ birləşmə yazılır. Bu cür. T və F-də eyni qayda ilə. Quyruq səsi düşdü, ehtiyac olan tərəflərə birləşmə yazdıq. Sonda olduğu kimi qaldı. Növbəti 3 hərfimiz də eyni işarədən düzəlir. Azərbaycan dilindəki kiçik R hərfinə oxşayır. Əgər biz bunun alt hissəsinə nöqtə yazarsak, qeym tələffüz Azərbaycan dilindən fərqlidir. Dilin ortası üst damağa toxunularaq tələffüz olunur. Cim, cim. Əgər nöqtəsiz olarsa, hə tələffüzündə fərqlilik var. Boğazın ortasından tələffüz olunur. Hə, hə. Üzərinə nöqtə qoyularsa, xa. Xa qalın hərflərdəndir. Keçdiyimiz qaydanı bura tətbiq edək. Söz tərkibində hərflərin son hissələri, quyruq hissələri düşür və ehtiyac olan tərəfə birləşmə yazılır. Cim hərfindən başlayırıq. Yazılışına diqqət edin. Bu cür yazdıq. Daha sonra quyruq hissəsi düşdü və ehtiyac olan tərəfə özündən sonraya birləşmə qoyduq. Ortada isə yazırıq. Quyruq hissəsi düşdü. Ehtiyac olan tərəflərə
birləşmə yazırıq. Cim hərfinin özündən əvvəl birləşdirərkən biraz çətinliklə qarşılaşır tələbələr. Bunu necə yazaq? Kəlməni yaza-yaza gəldik, birləşməni yazdıq. Daha sonra məcburiyyətən qələmi dəftərdən çəkib bu cür qeyd edirik. Bir daha göstərirəm. Və yaxud da başqa bir üslubda görə bilərsiniz. Üstündən, hərfin üzərindən birləşdirilə bilər. Bu cürdə yazıla bilər. Biz hələlik bu hissəni məşq edəcəyik. Sonda bütün hərflər olduğu kimi yazılır. Sadəcə özündən əvvələ, yəni ehtiyac olan tərəfə birləşmə qoyulur. Hə və xada eyni qayda ilə əvvəl, orta, son. Və bəzən yazılışda, üslubda fərqliliklər olur. Siz başqa dərslərdə və yaxud da kitablarda fərqli üslubda da yazılışlarını görə bilərsiniz. Növbəti hərflərimiz. Bu gördüyünüz eyni işarədən iki hərf düzəldəcəyik. Əgər nöqtəsiz olarsa dəl, yəni D hərfi. Nöqtəli olarsa zəl, yəni Z hərfi pəltək. Bunu da dilin ucu ön kəsici dişlərin altına toxundurularaq tələffüz olunur. Vəl, vəl. Və diqqət etdinizsə biz əlif hərfini keçmədiyi saxladıq. Çünki bunda bir istisna durum var. O istisna durum buradakı hərflərdə aiddir. İndi qeyd edəcəm. Ra və Z hərfi. Əgər nöqtəsiz halda olarsa bu işarə ra, üzərində nöqtə olarsa zədir. Vəldən fərqi, yəni bu iki z-nın bir-birindən fərqli cəhəti, vəlin pəltəyi, zənin isə pəltəyi olmamasıdır. Və bəzən bunu kitablarda zeyn olaraq da görə bilərsiniz. Bu dörd hərfin əvvəl, orta, son hissəsinə başlamamışdan öncə burada istisna durum nədir, onu qeyd edək. Biz bildirdik ki, söz tərkibində hərflərin quyruq hissələri düşür və ehtiyac olan tərəflərə birləşmə yazılır. Amma bu gördüyünüz əlif, dəl, vəl, razə və sonradan keçəcəyimiz vav hərfində, yəni alt hərfdə istisna var. Bu hərflər özlərindən sonra birləşmir. Əvvəllə birləşir, özündən sonra ilə birləşmir. Yəni qaydaları olduğu kimi tətbiq edirik. Sadəcə söz tərkibində özündən sonra birləşdirməyəcək. Hətta sözün ortasında, əvvəlində gəlsə belə. Və bu hərflərin bir silinməsi son hissəsi də yoxdur. Yəni sanki kitablarda belə bir şey yoxdur, amma özünüz üçün əzbərləyə bilərsiniz ki, sanki bunlar bir silinməsi quyruq hissəsi olmadığı üçün də birləşmir. Və qaydamızı tətbiq edək, əlifdən başlayaraq. Əlif əvvəldə. Əslində özündən sonra birləşməli idi, birləşmədi. Ortada hər iki tərəfi ilə birləşməli idi, birləşmədi. Bax, əlifi belə yazmırıq, sağdan sola. Sonda isə heç bir istisna yoxdur. Bütün hərflər olduğu kimi yazılır, ehtiyac olan tərəfə birləşmə qoyulur. Gəldik dəl, vəl hərfinə. Dəl əvvəldə silinməsi bir hissəsi yoxdur. Özündən sonra birləşməyən hərflərdən bir şey silmirik. Ortada iki tərəflə birləşməlidir, yalnız bir tərəflə birləşir. Sonda bütün hərflər olduğu kimi qalır. Vəl də eyni qayda ilə. Və bir şey də xatırladaq. Necə ki, Azərbaycan dilində, Latın əlifbasında bəzən hərflər sətirdən çox qalxa, bəzən düşə bilir. Bu, ərəb dilində də var. Bu xətti bir sətir düşünək və Latın əlifbasına misal gətirək. Bəzən hərflər normal şəkildə sətrin üzərində yazıla bilir, bəzən sətirdən çox qalxa bilir, bəzən isə düşə bilir, bəzən isə heç tamamilə əksər hissənin sətrin altında olduğunu görürük. Ərəb əlifbasından da buna misal gətirək. Bəzən hərf sətrin üzərində, sərbəst, normal şəkildə. Bəzən çox qalxa, misal üçün əlif. Bəzən bir hissəsi düşə, misal üçün cim. Bəzən isə əksər hissəsi sətrin altında ola bilər, misal üçün ra. Yəni biz hərfləri öyrənərkən sətrə münasibətən necə olacaq onu da öyrənməliyik. Bə sətrin üzərində, bə tərəfə. Cim əsas hissə sətrin üzərində. Cim, hə, xa. Dəl, zəl sətrin üzərində. Ra, zə isə sətrin altında olur. Biz bunları daha effektiv söz tərkibində yazaraq keçərək görəcəyik. İndi bu keçdiyimiz hərflərlə bağlı biz sözlər yazaq ki, artıq
işlətməyi bilək və öyrəndiyimiz məlumatlar bizə çətin gəlməsin, ağırlıq olmasın və yorucu olmasın. Və dərslər praktiki olduqda əslində həm də maraqlı olur. Biz bunlarla sözlər yaza bilmək üçün hərəkələri öyrənməliyik. Azərbaycan dilində saitlər və samitlər var. Ərəb dilində isə bölgü bu cür deyil. Hərflər bildiyimiz samitlərin qarşılığıdır. Saitlərin qarşılığı isə, yumşaq səslərin qarşılığı isə hərəkələrdir. Hərəkələr bir müstəqil hərf kimi deyil, hərflərin üzərinə bir hərəkə kimi yazılır. Ərəb dilində 3 hərəkə var. Bu xətlərin hər hansısa bir hərf olduğunu düşünək. Əgər hərflərin üzərinə bu cür meyli bir xətt çəkərsək, həmən hərfə ə və yaxud da a səsini əlavə edəcəyik. Bu meyli xətti altına yazarsaq, i səsini əlavə edəcəyik. Bu işarəni yazarıqsa, u səsini. B hərfimiz, yəni bu hərfi üzərində bu işarə olunduqda bu deyə oxunacaq. Bu. B deyə oxunacaq. B deyə oxunacaq. İndi mən yazıram, məndən öncə tələffüz etməyə çalışım. Bu hansı hərfimizdir? Cimdir. Necə oxunur? C, cu, xi. C deyil. Özüm qəsdən bunu yazdım. Yəni hərfləri biz artıq şəkilləri ilə fərqləndirməliyik, əzbərləməyə çalışmamalıyıq və bəzən bir işarədən 2 hərf düzəlir deyə diqqətli olmağa çalışmalıyıq nöqtələr mövzusunda. Və hərf bütöv formada deyil, əvvəl orta formasında da eyni cür oxunur. Yəni gördüyünüz bu hudur, fərq yoxdur. Bunun orta forması olsun. Yenə də xi və yaxud da bə, fə, son forma tu. Hərəkələrin adları, ə səsini verən hərəkənin adı fəthə, i səsini verən hərəkənin adı kəsra, o səsini verən hərəkənin adı isə dammədir. Dammə. Bu nə üçün fəthə adlanıb? Çünki adından da məlum olduğu kimi hərəkələr, hərəkətun kəlməsindəndir. Hərflər tələffüz edərkən dodaq, ağız hərəkət edir. Və hər hərəkətə uyğun da öz adı var. Biz fəthəni tələffüz edərkən, yəni ə və a səsini tələffüz edərkən ağız açıldığı üçün buna fəthə kəlməsindəndir, açmaq deməkdir. Kəsara kəlməsindən qırılmaq deməkdir. Yəni sanki i deyərkən çənə qırılır, aşağı düşür. Dammə isə bunu siz tapın, tələffüz edin, yoxlayın. Dodaqlar bir yerə yığılır, toplanır. Dammə isə toplamaq deməkdir. Və keçdiyimiz hərflərlə bağlı sözlər yazaq. Hərəkələrimiz, 3 hərəkəmiz var idi. Ə, i, u. Tətbiq edək. Yazaq. Thubitə yazmağa çalışaq. Thubitə. İlk öncə Azərbaycan dilində yazıram. Latın hərfləri ilə. Thubitə. Məxrəci fərqli olan hərfləri öncədən olduğu kimi tələffüz etməyə çalışın ki, sonradan vərdişi dəyişmək çətin olur. Fə hərfi əvvəldə. Uyruq sizə düşdü, ehtiyac olan tərəfə birləşməyi çəkdik. Hərəkəsi u. B hərfi ortada. Bənin artıq iki hərf tərəfindən birləşmə çəkməyə ehtiyac yoxdur. Zaten bu birləşmədir. Hərəkəsi kəsradır. T hərfi sonda. Sonda bütün hərflər olduğu kimi yazılır. Sadəcə özünün əvvələ birləşmə qoyulur. Hərəkəsi də T'dir. Thubitə. Başqa bir söz yazaq. Xutibə. X hərfi əvvəldə. Xu. T hərfi ortada. B hərfi sonda. Sadəcə biz söz yazarkən sürətli olsun deyə bacardığı qədər qələmi dəftərdən çəkməməliyik. Və yazdığımız son sözü qələm dəftərdən çəkmədən yazmağa çalışaq. Nöqtə və hərəkələri sonradan qeyd edəcəyik. Xutibə. Xutibə.
Növbəti hərflərimizə keçək. Əgər əsas sətrimiz budursa, əgər gördüyünüz bu işarə nöqtəsi olarsa, sin, üzərində 3 nöqtə olarsa, şin deyə tələffüz olunacaq. Fədən fərqliyi bu pəltək deyil, amma hər ikisi incədir. Qaydamızı tətbiq edirik. Söz tərkibində hərflərin quyruq hissələri düşür və ehtiyac olan tərəfə birləşməzdir. Bəzən dərsi saxlayıb, məndən öncə də siz qaydaları tətbiq etməyə və əvvəl orta son formanı tapmağa çalışın. Ortada hər iki tərəflə birləşir və sağdan başlayırıq. Yəni bunu yazıb sonra birləşmə qoyulmaz sağdan. Sonda bütün hərflər olduğu kimi qalır, özünün əvvələ birləşmə qoyulur. Şin əvvəl, orta, son. Növbəti hərflərimiz. Gördüyünüz kimi şin hərfinin bir hissəsi sətirdən aşağı düşür. Əgər sətirimiz budursa, sad dadı hərfi xəttdən biraz aşağıdan başlayıb, üzərindən gedib, xəttə düşüb qaydırıq. Kəsişmə hissəsini keçdikdən sonra yuxarı qalxırıq, bu vacibdir. Daha sonra quyruq hissəsini yazdıq. Eyni işarə. Əgər üzərində nöqtə olmazsa, sad, nöqtə olarsa, dad deyə tələffüz olunur. Dad hərfi məxrəci çətin olan hərflərdəndir və bu çətinlikdən dolayı bəzən ərəb dilinə dad dili də deyilir. Məşq edək sadın yazılışını, sad və dadın yazılışını. Bəzən tələbələr necə yanlışlar edirlər? Aşağıdan yuxarı qalxmaq əvəzinə yuxarıdan aşağı düşüb belə fırlayırlar. Amma əslində elə olmur. Yuxarıdan aşağı gedib sətrə düşüb qaydırıq. Başqa yanlışlardan. Bu hissə düz yazılsa belə yuxarı qalxılmır bəzən. Burada yanlış olur. Əslində bu cür. Və kəsişmə hissəsini keçdikdən sonra azca yuxarı qalxıb sonra düşmək lazımdır. Əvvəl orta son formalarına baxaq. Əvvəldə hərfin quyruq hissəsi düşdü. Bu qalxma hissəsi vacibdə olmalıdır. Quyruq hissəsi düşdü və ehtiyac olan tərəfə birləşməz oldu. Ortada hər iki tərəflə birləşir. Quyruq hissəsi düşdü və hər iki tərəfə birləşmə yazılır. Amma biz hərfi yazıb sonra geri qayıdıb birləşmə qoyası deyilik və bunu artıq sağdan sola gələrək yazmağa çalışmalıyıq. Onun üçün belə bir üslub öyrənək. Birləşmədən gəldik və geri qaydırıq. Geri qaydarkən birləşmə üçün yer saxlayırıq. Və sonradan hərfi yazırıq. Orta. Bir daha göstərirəm. Gəldik. Geri qayıtdıq. Diqqət edin, bu cür yanlışlar etməyin. Gələrkən bəzən belə düşülə, bəzən belə yazılıb. Bu cür birləşmə unudula. Bəzən düz xətt qoyulmaya bilər. Bunlara diqqət edin. Bir daha göstərirəm. Birləşmə üçün yer saxladıq. Kəsişmə hissəsinə yuxarı qalxdıq və sonraki birləşmə. Sonda bütün hərflər olduğu kimi qalır. Özündən əvvələ birləşmə qoyulur. Dad hərfi də eyni qayda ilə. Növbəti hərfimiz, hərflərimiz. Əgər üzərində nöqtə olmazsa, ta, tək bir nöqtə olarsa, va deyə tələffüz olunur. Biz artıq 3 dənə s hərfi keçmişik. Fə, sin və sad. Fə incə pəltək, sin incə normal, sad isə qalın normaldır. 2 dənə t hərfi keçmişik. Biri t incə, biri isə ta'dır. Bu təkcə qalınlıqla deyil, məxrəcində onların havalı havası olmasında da fərqliliklər var. Və yaxud da səsli səssiz.
3 ədəd Z hərfi keçmişik. Birinci zəl, incə pəltək. Sonra Z incə, va qalın və pəltək. 2 dənə D hərfi keçdik. Dəl və lad. Bunlar biri incə, biri qalındır. Lad hərfi qalınlıqdan əlavə məxrəcində də fərqlilik var. Ta ilə vanın yazılışına gələk. Əvvəldə quyruq hissə düşür, ehtiyac olan tərəfə birləşmə yazmışdı. Zaten bunun quyruq hissəsi ilə birləşmək kimidir. Ortada necə olacaq? Ortada bunun kəlmə yazarkən ən sürətli, effektiv üslubudur. Sad kimi birləşməni qeyd etdik. Başlıq hissəsini yazdıq. Sonra davam edirik yazımıza və digər hərfləri yazırıq. Sonda hərəkə və nöqtələri qoyarkən bunun düz xəttin qeyd edəcəyik. Necə? Misal üçün, mutahhirun kəlməsini yazaq. Mu, mim hərfidir. İndi ta hərfini yazıram. Baxın, başlıq hissəsini yazdım. Davam edirəm. Mutahhirun. Daha sonra nöqtə və hərəkələri yazarkən ta'nın da düz xəttini çəkəcəm. Mu, ta, hi, run. Bu şərtdə bu isə tənvindir. Keçəcək inşallah. Ta hərfi sonda eyni ilə. Va hərfi əvvəl, orta, son. Növbət hərfimiz ayn və qayn hərfi. Eyni işarədən düzəlir. Sətrə münasibətən ta və va sətrin üzərində idi. Ayn isə bir hissəsi sətrin üzərində, bir hissəsi sətrin altında olur. Hərfin əsas hissəsi budur. Qaydamızı tətbiq edək. Söz tərkibində hərflərin quyruq hissələri düşür və ehtiyac olan tərəfə birləşmə yazılır. Bu cür. Ortada da. Quyruq hissə düşdü, ehtiyac olan tərəflərə birləşmə. Sadəcə bu cür üslub çətindir, qələm dəftərdən çəkilir. Onun üçün bunu necə yazırlar? Bax, belə yazırlar. Bu cür yazırlar. Belə. Və daha effektiv olsun deyə bunu belə deyil, belə qaydılır. Və bu formanı alır. Gördüyünüz kimi sanki bu ayındır. Geri düşüb buradan deyil, buradan qaydılır belə. Bir daha göstərirəm. Gəldik, meyli getdik və geri qaydırıq. Ortada. Və hərfimiz bu cür olacaq. Sonda qayn da eyni qayda ilə əvvəl, orta, son. Bu hərflərin məxrəci. Ayn hərfi Azərbaycan dilində qarşılığı yoxdur. A deyil. Bu boğazın sıxılmasıdır. Ayn. Adında A olmasına baxmayaraq, bu hərf qalın hərf deyil. İncə hərfdir. Yəni, üzərinə hərəkə qoyularsa, bu belə tələffüz olunacaq. Ə, boğaz sıxılır və hərəkə tələffüz olunur. Əy, u. Özü müxtəlif formalar yazdım ki, artıq bunların da aynla eyni olduğunu biləsiniz. Qaynda isə qa, qi, qu. Bildiyimiz q hərfi. Daha sonra növbəti hərflərimiz. F və qaf. Bunlar bir-birinə oxşasa da fərqlilikləri var. Saat əqrəb istiqamətində başlıqları, baş hissələri çəkilir. Qafda daha böyük olur və qaf sətirlə bərabər deyil, aşağı hissəsi sətirdən biraz düşür və 2 nöqtəsi olur. F sətrə münasibətən belə, qaf isə bu cür olur. Əvvəldə. F əvvəldə quyruq hissə düşdü və ehtiyac olan tərəfə birləşmə azaldı. Ortada. Gördüyünüz kimi başlıq hissələrin yumusu saat əqrəb istiqamətində yazılır. Sonda bütün hərflər olduğu kimi qalır. Qaf. Əvvəldə artıq sətirlə bərabərləşir söz tərkibində. Ortada. Sonda isə yenə də sətirdən aşağı düşür. Çünki bütün hərflər sonda olduğu kimi yazılır. Yalnız ehtiyac olan tərəfə birləşmə qeyd olunur. Keçdiyimiz hərflərlə bağlı bəzi sözlər yazaq, məşq edək. Misal üçün
Xuricə. Xuricə. Xa hərfi əvvəldə. Ra hərfi ortada. Hərəkəsi idi. Ortadadsa hər iki tərəfi ilə birləşməli idi əslində. Ancaq biz qeyd etdik ki, əlif, dəl, zəl, ra, zə və sonradan keçəcəyimiz vav hərfləri özündən sonra birləşmir. Ra özündən sonra birləşmir. Cim hərfi sonda. G hərəkəsi də fəthədir, ədir. Və biz bildirmişdik ki, sonda bütün hərflər olduğu kimi yazılır, özündən əvvələ birləşmək qeyd olunur. Amma burada cimə bu cür birləşmək qeyd etmək yanlışdır. Niyə? Çünki ra birləşmir. Ehtiyac duymur birləşməyə. Bu cür yazmaq yanlışdır. Başqa bir söz. Futihə. Futihə. Fə əvvəldə hərəkəsi dammədir. T ortada. Kəsra. Hə sonda bax. Bu cür birləşmə qoyduq. Futihə. Cim həyxanı birləşmə yazarkən, özündən əvvəllə birləşdirərkən bəzən yanlışlar necə olur? Birləşmə yazılır və sonradan hərf qeyd olunarkən aralı qala bilir və yaxud da üzərinə tam oturmaya bilir. Bu cür yanlışlar olur. Bu məşq etməklə düzələsi bir şeydir. Və başqa bir şey. Biz kəlməni yazarkən hərfi yazdıq, dayandıq, nöqtəsini qoyduq, hərəkəsini qoyduq. Bu cür etmirik. Misal üçün futihə kəlməsində bazardıq qədər qələmi dəftərdən çəkmədən yazmalı, sözün, kəlmənin sütun hissələrini yazıb, nöqtə və hərəkələri sonradan qeyd etməliyik. Bu cür futihə. Futihə. Başqa bir kəlmə yazaq. Qalın hərfdir. Ta, to. Hə, biz ləm keçməmişdik. Eybi yoxdur. Li. Ə. Ayın hərfin bax, xüsusi belə bir qeyd edirəm. Bu ayındır, hərəkəsi isə ədir. Yazaq. Ta hərfi. Əvvəldə ləm hərfini qeyd edirəm. Və ayın hərfi sonda. Tuli'ə. Zahira. 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 Və hərəkələrlə yanaşı hərflərin üzərində bəzi işarələr də qeyd olunur. Onları keçək. Biz bildirdik ki, 3 hərəkəmiz var. Onlar fəthə, kəsra və dammədir. Bəzən hərf hərəkətsiz olur. Misal üçün belə bir kəlmə var. Beytun. Beytu. Bənin hərəkəsi görsüz fəthədir. T'nin hərəkəsi dammədir. Bəs y'nin hərəkəsi yoxdur. Y'dən sonra birbaşa tə hərfi gəlib. O zaman hərəkətsizlik halı üçün hərfin üzərinə sükun işarəsi yazılır. Bu cür görə bilərsiniz. Və kəlmə yazaq. Hələ beytun kəlməsini qeyd edək. B hərfini yazdıq. Y hərfi keçməmişik, keçəcəyik. Və üzərinə sükun qeyd edirik, hərəkəsi yoxdur. Tu hərfi. Beytu. Başqa bir kəlmə. Qalbu. Ləm hərfinin hərəkəsi yoxdur. Qaf hərfi əvvəldə qalın olduğu üçün qə deyil, qa. Qalın hərfləri adlarından görə bilərik. Misal üçün, qayın, ta, qaf. Ləm hərfi ortada. Hərəkəsi yoxdur, sükun qeyd olunur. B hərfi sonda. Qalbu. Və hərfin üzərinə qoyula biləcək başqa bir işarə. Şəddə. Şəddə. Şəddə nədir? Nə zaman istifadə olunur? Hərfləri qoşalamaq üçün istifadə olunur. Misal üçün belə bir kəlmə yazaq. Xarracə. Xarracə. Ra hərfi gördüyünüz kimi 2 dənədir. Və yazmağa çalışaq. Bu vaxta qədər öyrəndiyimiz üslubda yazmağa çalışaq. Xa.
R və ondan sonra hər şey yoxdur. Sukun, sonra ikinci R üzərində fətə, cim sonda. Və bu halda hərf təkrarlanmır ərəb dilində. Hərfin biri silinir, üzərinə şəddə, bax gördüyünüz bu işarə qeyd olunur və hərəkət də onun üzərində qeyd olunur. Xarraca, yəni bu cür. Xarraca. Bu xurricə olarsa, kəsra olarsa, hərəkət şəddənin altına yazılacaq. Xurricə, xurricə. Və yaxud da quttilə, quttilə. Qaf hərfi əvvəldə, tə ortada, şəddəlidir, 2 dənədir. Ləm sonda. Tənin nöqtəsi şəddə hərfi qoşulur. Quttilə. Və keçəcəyimiz hərflərin üzərinə qoyulan işarələrdən biz 3 dənə hərəkət keçmişdik. Təzədən qeyd edirik hərəkətlərimizi. Ə, i, u. Və əgər bunlar qoşulanarsa, hər bir hərəkənin sonuna n səsi artırılır. Yəni bu artıq ə deyil, ən, i deyil, in, u deyil, deyə tələffüz olunacaq və bunun adı tənvindir. Tənvin. Tənvin. Siz dəftərin, xüsusi bir dəftər tutaraq dəftərdə qeydlər edib işarələri və adlarını yaza bilərsiniz. Və bəzi faydalı mövzularda termin kimi olaraq qeyd edə bilərsiniz. Misal üçün, şəddə hərfi qoşalamaq üçün istifadə olunur işarəsi budur. Tənvin. Tənvin üçün qeyd edə biləcəyiniz şey hərəkələrin n səsi artırılır və yalnız sonda olur, sözlərin sonunda olur. Və gələcəkdə əl artiklı keçəcək, sözlərin əvvəlinə artırılan, ingilis dilində olan D-nin qarşılığı. Kəlmənin əvvəlinə əl artiklı artırılarkən tənvinlər düşür. Misal üçün, belə bir qayda da var. Tənvinlə əlaqəli misal yazaq. Beytun kəlməsi misal üçün. Beytun. Sonda gördüyünüz n əslində sıradan bir hərf deyil, tənvindir. Ərəb dilində sözlərin sonu normalda tənvinli olunur. Beytun, B hərfi əvvəldə, yə ortada, yənin hərəkəsi yoxdur, tə sonda. Qeyd edək. B hərfi hərəkəsi fətə. Yə hərfi hərəkəsi yoxdur, sükun yazıldı. T hərfi hərəkəsi udur və qoşalayırıq çünki tənvindir. Damməli tənvin bəzən bu cürdə qeyd oluna bilər. Bu cür. Hərflərimizə davam edirik. Gördüyünüz bu hərf kəf, bu isə ləmdir. Kəf, ləm. Sətrə münasibətən kəf sətrlə. Sətrin üzərində ləmin isə son hissəsi sətrdən aşağı düşür, əgər sonda yazılarsa. Söz tərkibində kərfdə biraz fərqlilik olur. Sanki hərfin gördüyümüz bu hissəsi deyil, ortasındakı işarə yazılır. Bax, bu cür. Ortada hər iki tərəflə birləşməlidir. Amma biz bunu bu cür yazmırıq. Sağdan gəlirik. Baxın, sağdan birləşmədən gəldik. Sonra sola tərəf davam edirik. Bir daha göstərirəm. Kəf hərfi ortada. Əvvəl, orta, sonda isə bütün hərflər olduğu kimi yazılır. Sadəcə özündən əvvələ birləşmə qoyulur. Ləm hərfi sadə bir hərfdir. Ləm əvvəldə sətirlə bərabərləşir, alt hissəsi. Ləm ortada, ləm sonda olduğu kimi qalır. Daha sonra mim hərfi. Mim hərfində diqqət edəcəyimiz bir şey var. Nədir o? Mim hərfinin başlıq hissəsini yazarkən saat əqrəbinin əksi istiqamətində yazılacaq. Fədən qafdan fərqli olaraq. Yəni biz fəni yazarkən bax, saat əqrəb istiqamətində. Diqqət edin, baxın. Bu cür. Qafı yazarkən saat əqrəb istiqamətində. Yuxarı deyil, aşağı düşürüb qaydırıq. Bir daha görsədə. Bu cür. Belə yazmırıq. Yəni sözsüz ki, bəzən yazılış fərqlilikləri görə bilərsiniz. Amma bizim öyrənəcəyimiz sadə üslub budur.
ortada olarkən birləşmədən gəlirik yenə. Və burada biraz fərqlilik olur. Belə. Baxın, son hissədə bu cür. Yenə də sadə bir əqrəbin əksi istiqamətində, amma ikinci bir kərə üzərindən dönürük. Sonda bütün hərflər olduğu kimi qalır. Və videonu saxlayıb mim hərfinin yazılışını məşq edə bilərsiniz. Nun hərfi. Nun. Sətrə münasibətən bu hərflər belə olur. Mim bu cür, nun bu cür. Nun və yə keçəcək, yəni də əvvəl və ortada sətirlə bərabərləşir, sanki BTF kimi yazılır, nöqtə fərqləndirilir. Nun əvvəldə, ortada və sonda. Sonda bütün hərflər olduğu kimi yazılır. Daha sonra vav hərfi. Bu da özündən sonra birləşməyən hərflərdəndir. Vav sətrə münasibətən bu cür olur. Azərbaycan dilindəki v-dan fərqlidir. Azərbaycan dilində bunu tələffüz edərkən üst kəsici dişlər alt dodağı toxundurulur. V. Amma ərəb dilində o cür deyil. Dodaqlar qönçəvarı önə uzadılır. Əv, sanki uya da oxşar kimi. Əv, və. Vav. A yazırıq, əlifbalarda belə qoyur. Amma bu qalın hərf deyil. Vav. Əvvəl, orta, son formalarına gəldikdə isə xatırlayırsınız. Bir daha qeyd edək. Əlif, dəl, zəl, ra, zə. Bir də vav özündən sonra birləşmir. Əvvəldə özündən sonra birləşməlidir, birləşmə yazılmır. Ortada iki tərəf ilə birləşməlidir, bir tərəf ilə birləşdi. Sonda bütün hərflər olduğu kimi qalır. Daha sonra yə hərfi. Yə hərfi. Bir daha qeyd edirəm yazılışım. Əvvəldə bu cür sətirlə bərabərləşir. Ortada bu cür. Sonda bütün hərflər olduğu kimi qalır. Sadəcə özünün əvvələ birləşmə yazılır. Hə hərfi. Hə hərfi. Bu hərfin əvvəl, orta, sonu bir-birindən fərqlənir. Hə. Əvvəl formasını biz sərbəst kimi yazdıq. Sanki dəl hərfini yazırıq və səthinə toxunub qaydırıq bu cür. Hə, bir daha göstərirəm. Ortada bu cür. Sonda isə bu cür. Əgər özündən əvvələ birləşməzsə bu cür. Və hərf ilə bağlı başqa bir də misal gətirim. Siz ərəb əlifbasında, ərəb dilində bəzən hər hərfi üzərində iki nöqtə görə bilərsiniz. Bu nədir? Bu tə mərbutədir. Bağlı tə deməkdir, tə mərbutə. Tə mərbutə, tə mərbutə. Bu cür və yaxud da bu cür görə bilərsiniz. Təmərbutə hənin üzərinə iki nöqtə qoyulmuş formadır. Kəlmələrin yalnız sonunda gəlir və oxunarkən t kimi oxunur. Və ərəb dilində son hərəkələr bəzən oxunmur. Dayanılarkən son hərəkələr tələffüz olunmur. Son hərəkəni oxumursa əslində. Beyt bu cür deyirsiniz. Yaxud da qalbun kəlməsində qalbı bu cür deyirsiniz. Son hərəkəni oxumursunuz. Təmərbutədə son hərəkə oxunmazsa əgər xüsusi bir durum var. Nədir? Misal üçün. Həqibətun kəlməsini yazacağım. Təmərbutədən əlavə bu bizim üçün biraz
yazı məşqi də olsun. Məndən öncə yazmağa çalışın, videonu saxlayıb. Həqibətun. Həqibətun. Bax, sondakı bu hərf təmərqutədir. Əgər biz son hərəkəni oxumazsaq, beyt, qalb kəlməsindəki kimi. Həqibət yox, həqibə deyəcəyik. Yəni onda belə bir qeyd edək. Əgər sonda təmərqutənin hərəkəsi oxunmazsa, sanki nöqtəsi düşürmüş kimi h kimi tələffüz edəcəyik. Həqibə. Bu cür. Əslində hərflərimizi bitirmiş sayılırıq. Sadəcə bəzi fərqli durumlar var ki, onları qeyd edirik. Əliflə həmzənin ayrımını bəzən görmürük. Amma əslində əliflə və həmzə ayrı-ayrı hərflərdir. Həmzə. Həmzə. Bu cür yazılır. Kəlmələrin də bu cür görə bilərik. Həmzə hərfi bəzən sərbəst şəkildə, bax, bu cür gələ bilər. Bu cür. Heç bir şey birləşmir və özünün xüsusi bir tələffüzü yoxdur. Yəni, həmzə hərfinin özəlliyi nədir? Yəni, biz hərfləri öyrənmişik ki, bir səs versin. Həmzə sanki səsin kəsilməsidir, durmadır. Və həmzənin funksiyası hərəkələri oxumaqdır. Yəni, hərfsiz hərəkə oxumaq. Yəni, biz öyrəndiyi fəthə yazanda kəlmələrin üzərinə ə olur. Bəs bəzən biz təkcə ə demək istəsək, onda necə olacaq? Həmzə bəzən bu cür sətrin üzərində gələ bilər sərbəst formada. Bəzən isə məd hərflərin üzərində gəlir. Əlfin üzərində və yaxud altında və ya vavun üzərində və yaxud da yənin üzərində gələ bilər. Amma yənin üzərinə həmzə yazılarsa, yənin nöqtələri qeyd olunmayacaq. Yəni, yə əvvəldə bu cür, ortada bu cür, sonda bu cür. Bu gördüyünüz halların hamısında nə həmzənin özünün xüsusi səsi var, nə də ki, həmzənin altındakı bu hərflər tələffüz olunmur. Yalnız və yalnız həmzə tələffüz olunacaq. Sanki həmzə hərəkəyə, bu hərflər də həmzəyə dayanır. Misallar. Misal üçün, məun kəlməsi. Həmzə sətrin üzərində. Əkələ kəlməsi. Həmzə hərfin üzərində. İhdarun. Həmzə əlfin altında. Vavun üzərində misal. Ru'yetun. Diqqət edin, burada bizim təmərqutəmiz, əgər sonda oxumazsaq, ru'yə olacaq. Və bir şey orada qeyd etmədim mən sizə, hə hərfi, hə səsi ilə bağlı. Biz iki dənə hı keçmişik. Biri belə, biri isə belə. Bunlar arasındakı fərq. Bu, nəfəs axını birbaşa gəlir, hər hansısa bir tələffüz orqanına vurğu etmirik. Hə, hə. Bu isə boğazın ortasından tələffüz olunur. Hə, hə. Qaydaq dərsimizə. Ru'yetun. Dediyimiz kimi, həmzənin özünün xüsusi səsi yoxdur. Altındakı hərf dayaqdır, oxunmur, hərəkəsi oxunur. Və burada da hərəkəsi sükundur. Bəs necə elək? Bəli, sükunu oxuyacaq. Sükun nədir? Yəni, hərəkətsizlik halı, dayanma halı. Ru'yetun, bu cür. Və həmzə ilə bağlı bir şey də gedək. Bəzən həmzənin ikinci bir növdə var. O da həmzətül vasıldır. Yəni, həmzə dərsini biz iki yerə bölə bilərik. Ayrıcı həmzə, bitişdirici həmzə. Həmzətül vasıl bitişdirici həmzə deməkdir. Həmzətül qati isə ayrıcı deməkdir. Bu gördüyünüz həmzə ayrıcı həmzədir. Və bitişdirici həmzə hansıdır? Bitişdirici həmzə biz əl artiklı keçəcəyik kəlmələrdə, əvvəlini artırırıq. O əl artiklının əvvəlindəki əslində əlif deyil, həmzədir. Onun bəzən işi, funksiyası özündən əvvəlki ilə sonraki hərfi birləşdirməkdir. Və həmən həmzənin üzərinə vasalə kəlməsindəki sad hərfinin işarəsi qoyulur ki, bilinsin ki, bu bitişdiricidir. Həmzətül qati isə bildiyimiz bu işarələrdir. Sərbəst və məd hərflərinin üzərində. Və əliflə həmzənin fərqi nədir? Həmzə özünün xüsusi bir səsi yoxdur. Əlifin də xüsusi bir səsi yoxdur.
və hərəkələrdən fəthəni, əni uzatmaq üçündür. Misal gətirək əlif və həmzəyə. İlk öncə əlifə misal gətirək. Kitəbun kəlməsində gördüyünüz bu əlifin işi bu fəthəni uzatmaqdır. Məd hərfləri keçəcəyik. Amma əkələdə isə bu əslində həmzə hərfidir. Əlif isə həmzənin altına dayaq kimi gəlib sanki. Yəni bu əlifin yerinin burada vav da ola bilərdi, yə də ola bilərdi. Misal üçün qailun. Bu gördüyünüz burada həmzəyə dayaq kimi yə gəlib, yə həmzəyə dayaq olanda nöqtələri yazılmır. Və yaxud da ru'yetun kəlməsindəki kimi. Və başqa faydalı bir məlumat. Biz ləm əlif deyə bir şey eşitmişik. Bu xüsusi bir hərf falan deyil. İki hərfin birləşmə formasıdır. Niyə görə xüsusi olaraq qeyd olunur? Çünki sıradan bildiyimiz üslubda birləşmirlər. Ləm hərfinlə əlfi birləşdirərkən ləm əvvəl gəlir, əlif sonradan gəldi. Bu cür işarə söz tərkibində qarışıqlığa səbəb ola bilər. Ondan dolayı fərqli üslubda birləşdirilir. Ləm yazılır. Ondan sonra bu cür cəpək formada bir daha göstərirəm. Ləm bu cür yazıldı. Sətrimiz budur. Və əlif bu cür qeyd olunur. Və yaxud da ləm yenə də bu cür yazıldıqdan sonra geridən əlifi gətiririk. Birincisi ləm, ikincisi əlifdir. Yəni bildiyimiz iki hərfdir. Oxunuşları üçün xüsusi bir qayda falan yoxdur. Sadəcə birləşmə forması fərqlidir. Ləm əlifdə əlifba kitablarında görə bilərsiniz. Və indi gələk bəzi qaydaları keçək. Hansı ki biz sözlər oxuyarkən, yazarkən ehtiyacımız olacaq şeylərdir. Məd hərfləri, əl artiklı və ləfzətullah kəlməsindəki ləmin oxunmasına. Biz hərfləri keçdik, bitirdik. Hərflərin üzərinə qoyulacaq işarələrdən hərəkələri, sukunu, şəddəni, tənvini keçdik və məd hərflərini öyrənək. Məd hərfləri, yəni uzatma hərfləri. Uzatma hərflərimiz üçdür. Əlif, vav, yə. Gəlin bu hərfləri sırf məd hərfləri kimi deyil. Ümumi ələ alaq və hansı formalarda gəlir onu öyrənək və məd hərfləri də bunun içində. Gördüyünüz bu hərflər 3 formada gələ bilər. 3 formada. Birinci forma normal bir hərf kimi gələ bilər. Sıradan bir hərf. Əlif buna aid deyil. İkinci bir forma həmzəyə dayaq kimi. Yəni həmzənin altında gələ bilər. Üçüncü bir forma məd hərfi. Məd hərfi olaraq. Normal bir hərf kimi, yəni bunu biz zaten öyrəndik. Misal üçün, yedun kəlməsi. Yedun. Və yaxud da beytun kəlməsi. Və yaxud da vardətun kəlməsi. Vardətun. Təmərbutəni biz bundan öncə bu cür keçmişdik. Gördüyünüz kimi özündən əvvələ birləşməyəndə təmərbutə bu cür yazılır. Vardətun. Bu normal bir hərfdir hal-hazırda. Gördüyünüz kimi. Yəni xüsusi bir durum qayda yoxdur. Nə vaxt həmzəyə dayaq olur? Üzərində həmzə yazılarsa. Misal üçün qailun. Ya gördüyünüz kimi həmzəyə dayaqdır. Burada nöqtəsi qeyd olunmayıb. Və yaxud da ru'yetun. Vav həmzəyə dayaqdır. Oxunmur özü. Və yaxud da əlif. Əkələ. Həmzəyə dayaqdır. Və yaxud da altında gəlir ihsənun. Və yaxud da ihməlun. Həmzəyə dayaqdır. İhsanun, ihməlun. Və məd hərfi olaraq. Bu gördüyümüz 3 hərfin məd hərfi olması üçün 2 şərt var. Bu 2 şərt yerinə yetirilərsə, bunlar məd hərfi olur. Nədir o? İkisi də eyni anda olmalıdır.
hərəkətsiz olmaq və özünə məxsus hərəkətdən sonra gəlmək. Özünə məxsus hərəkətdən. Özünə məxsus hərəkətdən sonra yazılmaq. Yəni gördüyünüz bu hərflər hərəkələri uzadır və hər hərfin özünə məxsus da hərəkəsi var. Yəni biz fəthəni uzatmaq üçün əlifdən, damməni uzatmaq üçün vavdan, kəsranı uzatmaq üçün isə yədən istifadə edəcəyik. Gəlin sözlər yazaq və şərtlərin yerinə yetib yetmədiyini yoxlayaq. Misal üçün. Qavmun vəraqun və rasulun. Bu hərflərin 3 formasını keçdik. Yoxlayaq görək. Qavmun kəlməsində bu hərf sıradan bir hərfdirmi? Həmzəyə dayaqdırmı? Yoxsa məd hərfidirmi? Qavmun kəlməsi həmzə yoxdur, həmzəyə dayaq deyil. Məd hərfi olub olmadığını yoxlayaq. Hərəkətsizdir, hərəkətsiz olmalı. Bəli. Özünə məxsus hərəkətdən sonra gəlməlidir. Vav hərfi fəthədən sonra gəlib. Deməli məd hərfi deyil. İkinci şərtimiz yerinə yetməli. Sıradan bir hərfdir. Bu halına da lin hərfi deyilir. Bunlara keçəcəyik inşallah təcviddə. Sonra varaqun üzərində həmzə yoxdur. Heç ümumiyyətlə hərəkətsiz də deyil. İki şərtin heç biri yerinə yetməyib. Məd də deyil. Sona gələk. Vav hərfi hərəkətsizdir. İlk öncə həmzə üzərində yoxdur deyə həmzəyə dayaq deyil. Gəlin hərf və yaxud da məd hərfi olub olmadığını yoxlayaq. Hərəkətsizdir. Və özünə məxsus hərəkətdən sonra gəlib. Yoxlayaqmı? Bəli. Vav damməni uzadır. Və tələffüzü də bu cürdür. Rasulun. Azərbaycan dilində uzatmaq üçün hərfləri xüsusi bir işarə qeyd olunmur. Amma ərəb dilində bunun xüsusi bir işarəsi var. Başqa bir kəlmə yazaq. Yadun qalilun və beytun. Yə həmzəyə dayaq deyil, hərəkətsiz deyil. Deməli sərbəst hərfdir. Beytun həmzəyə dayaq deyil, hərəkətsizdir. Birinci şərtimiz yerinə gəldi məd olmaq üçün, amma özünə məxsus hərəkətdən sonra gəlməyib. Və bunun üçün də bu yenə də normal sıradan bir hərfdir. Qalilun hərəkətsizdir və özünə məxsus hərəkətdən sonra gəlib. Baxın, kəsradan sonra gəlib. Və bu ya burada məd hərfidir. Əl artikli. Bu həm qrammatik qaydadır, amma oxunuşla, yazılışla bağlı da bəzi şeylərə biz toxunacağıq. Əl artikli müəyyənlik bildirir. Azərbaycan dilində bunun qarşılığı yoxdur. İngilis dilindəki D artikli ilə qarşılaşdıra bilərik. İki hərf var. Həmzə, bu gördüyünüz vəsiləli həmzədir. Biz sizinlə həmzənin növlərini keçmişdik. İkinci hərf isə ləmdir. Əl artikli müəyyən bir şeydən, bəlli olan bir şeydən danışılarkən istifadə olunur. Yəni bir beytun deyə bilərsən, ümumi ev cinslərindən danışa bilərsən, ev cinsinə aid olan hər bir şeydən. Və yaxud da hər hansı bir evi qəsd edib danışa bilərsən. Əl-beytu bə'idun, ev uzaqdır misal üçün. Qrammatik tərəfi bu. Yazılış və oxunuş açısından bəzən bu iki hərf oxunur, oxunmur. Və biz başlayaq həmzədən. Həmzə nə vaxt oxunur, nə vaxt oxunmur. Əgər cümlənin əvvəlində gələrsə, kəlama bununla başlanırsa, həmzə oxunacaq və hərəkəsi fəthə olaraq tələffüz olunacaq. Misal üçün. Əl-beytu. Əl-beytu. Amma həmzə ortada gələrsə, ondan öncə hər hansı bir hərf olarsa, bu zaman oxunur fil-beyti. Misal üçün. Fil-beyti. Və həmzənin üzərinə bu işarəni də görə bilərsiniz. Və yaxud da heç bir şey yazamaya bilər. Gördüyünüz kimi birbaşa ləm hərfinə keçdik. Fil-beyti. Həmzənin oxunub oxunmaması sadədir. Kəlamın əvvəlində gəldikdə oxunur, ortada gələrsə, ondan öncə bir şey olarsa oxunmur. Funksiyası özündən əvvəllə sonranı birləşməkdir və əl artiklindəki həmzə əslində vəsiləli həmzədir. Ləmə gəldikdə,
Ləmin oxunub oxunmaması özündən sonraki hərfdən asılıdır. Və ərəb əlifbasında ləmin oxunub oxunmamasına görə hərflər 28 hərf ikiyə bölünür. 14-ü qaməri adlanır, 14-ü şəmsi adlanır. Əgər ləmdən sonraki qaməri olarsa, diqqət edin, qaməri olarsa ləm oxunacaq. Əgər ləmdən sonraki şəmsi olarsa ləm oxunmayacaq, özündən sonraki hərfə daxil olaraq onu şəddələyəcək. Misal gətirək. Əl-beytu və yaxud da ət-talibu. Gördüyünüz birinci sözdə əl-beytu kəlməsində ləm oxundu, çünki ondan sonra gələn bə hərfi qaməriyyədir. İkincidə ət-talibu kəlməsində ləm oxunmadı, çünki ləmdən sonraki ta hərfi şəmsi hərflərdir. Bu hərfləri əzbərləmək lazımdır. Səbəbinə gəldikdə isə niyə görə oxunmur? Çünki şəmsi hərflərinin məxrəci ləmlə demək olar eynidir, şin istisna olmaqla. Tələffüzləri zaman dil və diş iştirak edir və eyni məxrəcdən, yaxın məxrəclərdən iki müxtəlif hərfi tələffüz etmək çətin olur. Ondan dolayı sükunlu olan, hərəkətsiz olan, hərəkəli olana daxil olur. Bundan dolayıdır. Və hərflərin məxrəclərini bilənlər də əslində praktikada tətbiq edə bilərlər. Necə çətindir deyə. Misal üçün ta hərfində dil demək olar ki, üst damağa yaxınlaşdırılaraq, sıxılaraq tələffüz olunur. Misal üçün tətbiq etməyə çalışaq. Əl-talibu. Həqiqətən də ağzı yorulur, çətinlik çəkirsən. Əl-talibu isə asanlaşdırılmış formadır. Və bu şəmsi hərflərini belə yadda saxlaya bilərik ki, əgər tələffüz zamanı dil və diş iştirak edirsə hərfin məxrəcində, bu şəmsi hərfidir. Şin istisna, şin dilin ortası damağa toxunurlar, tələffüz olunur, diş yoxdur. Əslində yazı da sizə kömək edir. Ləm oxunanda üzərinə sükun qoyulur, oxunmayanda isə üzərinə heç bir işarə qoyulmur, ondan sonraki şəddələnir. Gəldik son dərsimizə, ləfzətullah, Allah kəlməsi. Allah kəlməsindəki ləm hərfi bəzən qalın, bəzən incə olur. Ləm hərfin üzərindəki fəthə bəzən əkmi, bəzən akmi oxunur. Bu nədən asılıdır? Özündən əvvəlki hərəkədən asılıdır. Ola bilər ki, Allah kəlməsindən öncə hər hansı bir söz olsun. Misal üçün, ilallah. Və həmzə burada vəslə olacaq. Biz öncəki ilk hərəkəyə baxacağıq. Əgər o hərəkə fəthə və dammə olarsa, ləmin hərəkəsi qalın oxunur, A kimi. Yox, əgər kəsra olarsa incə oxunur. Misal üçün, Kitabullah kəlməsində Kitabullah ləm qalın oxundu. Kitabullahi. Çünki öncəki hərəkə fəthədir. Və yaxud da bərakallahu. Öncəki hərəkə fəthədir. Kəsrə olduğu zaman isə incə oxunur. Misal üçün, lillahi. Və yaxud da fi kitabillahi. Əgər misal üçün biz kitab sözünün hərəkəsini etsəydik, bu qrammatik səbəbdən dolayı dəyişə bilir. Fi kitabillahi. Artıq kitabəllahi yox, kitabillahi olacaqdır. Və burada gördüyünüz bu işarəni görürsünüzsə, bu çəkərdir. Nədir? Bəzən məd hərflərindən olan əlif yazılmır və qısa olaraq kəlmənin üzərində bu cür çəkər formasında qeyd olunur. Məsələn, Rahman kəlməsində əslində orada mimdən sonra əlif var. Rahman. Burada əslində əlif var. Rahman. Amma bu əlif yazılmır. Ər-Rahman. Və bu çəkər formasında sonradan qeyd olunur. Ər-Rahman. Ər-Rahman. Keçdiyimiz bəzi qaydaları tətbiq edək burada. Gördüyünüz kimi əl artiklının həmzəsi əvvəldə olduğu üçün oxunub fəthəli olaraq. Ləm oxunmayıb çünki özündən sonra şəmsiyyə hərf gəlib və əlif çəkər formasında yazılıb.